Novruzun ikinci çərşənbəsi od çərşənbəsidir. Qədimdən bugünə qədər odun təmizləyici gücünə inanılıb. Tonqallar qalayaraq insanlar köhnə ilin ağırlıqlarını geridə qoyduqlarına inanırlar. Elə biz də bu axşam tonqal ətrafına toplaşan insanların bayram əhval-ruhiyyəsini və od çərşənbəsinin özünə məxsus adətənləri ilə yaxından tanış olacağıq. Xəbərçi çərşənbə, üskü çərşənbə, atlı çərşənbə. İlaxır çərşənbələrdən ikincisi od çərşənbəsi bu adlarla da tanınır. Qədim inanclara görə günəşi nə qədər əzizləsələr, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilər, dirçələrmiş. Elə o vaxtdan çərşənbələrdə tonqal qalamaq adəti yaranıb və formalaşıb. Tonqal qalanılır onsuz da bütün çərşənbələrdə, amma od çərşənbəsində biraz daha təmtaraqlı şəkildə keçirilir bu. Şirniyyatlardan istifadə olunur. Yəni, milli şirniyyatlarımız. Axşam düşən kimi hər kəs öz həyətində ocaq qalayır, odun alovunda niyyət edərlər. Böyükdən kiçiyə hər kəs tonqal ətrafına yığışır, onun üzərindən atlanar, ağırlığım odda yansın deyərlər. Bizim oda inancımız əvvəldən də olubdu və bu od çərşənbəsi yenə də o abi, atəş, xakibad 4 ünsürdən ikincisidir. Bu da yenə də torpağın isinməsindən xəbər verir. Od çərşənbəsində də digər ilaxır çərşənbələrdə olduğu kimi süfrələr açılır, bəzədilir. Hətta Novruz bayramının milli şirniyyatlarından olan qoğalı məhz bu çərşənbədə bişirərdilər. Günəşin rəmzi kimi. Bundan başqa Novruz süfrəsi ətrafında süfrədə şamların yandırılması, yəni oda, ocağa olan müqəddəs baxışların ifadəsidir ki, çöldə qalanan tonqalların rəmzi inikası, rəmzi mənası başqa bir biçimdə evlərdə yandırılan şamların timsalında özünü göstərir, yandırılan ocaqların, bişirilən yeməklərin, yəni ocaqda bişirilən Novruz yeməklərinin timsalında özünü göstərir. İnancılara görə insanlar bütün ağırlıqlarını və mənfi enerjisini odda yandırır ki, yeni ilə sağlam, bollluq, bərəkət içində keçsinlər. Axı Novruz həm də yeni gün, yeni il deməkdir. Baharın, yazın ilk yeni günü. Bayramınız mübarək! Ocaqlarınızın daim gür yanması diləyi ilə Jalə Gözəlova, Sabir Şəhvələdov, Telesəhər.